Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talib radiyallahu anhudan gələn hədisdə buyurur ki, Lə'nəllahu mən zəbəhə li qeyrilləh və lə'nəllahu mən əvə muhtisən və lə'nəllahu mən lə'nə valideyhi və lə'nəllahu mən qayyərə mənərəl ard. İmam Müslim hədisi rəvat edir. Buyurur ki, Allahdan qeyrisi üçün qurban kəsənə Allah lənət eləsin. Bidətçiyə sığınacaq verənə Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Və torpaqların, hədlərin, yəni sərhədlərin yerini dəyişənlərə Allah lənət eləsin. Yəni, baxın, günah səbəbi ilə insan Allahın qəzəbini qazanır. Allahın qəzəbinə düçar olur. Və bundan da daha böyük bir bəla varmı ki, qula Allahın qəzəblənməsi, qulun Allahın qəzəbinə düçar olması, bundan da daha böyük bir bəla varmı? Əlbəttə ki, yoxdur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yenə başqa hədisdə buyurur ki, Lə'nəllahu səriqə yəsruqul beydata fətəqta'u yeduhu. O deyir, yumurta oğrayan kimsəyə Allah lənət eləsin, o onu oğruyur və onun əli kəsilir. Və həmçinin digər hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm içki içənə, içkini daşıyana, satana, satdırana, süzənə 10 kişiyə lənət eləyir. Baxın, günah insana nə gətirir? Allahın əmrinə asi olmaq insana nə gətirir? Və ona görə insan daima baxmalı deyil ki, bu günah böyükdür və ya kiçikdir və yaxud da ki, bu günah böyük günahlardandır, mən buna düşmürəm. Yox, sən bax ki, kimin əmrinə asi olursan. Və bizim nə qədər unutduğumuz günahlar var. Allah Teala bunları örtür. 5 il qabaq hardaydın bilirsənmi? 5 il qabaq etdiyin günahı bilirsənmi? Amma Allah Teala onları örtür. Allah Teala onları bağışlayır. Allah Teala onları əff eləyir. O da ki, səndə olan imana görədir. O da ki, səndə olan tövhidə görədir. Səndə olan sünnəyə olan tabiçiliyə görədir. Amma Allah qorusun ki, Allah Teala günahları açmaqdan. Allah Teala hər birimizin günahlarını örtsün. Həm dünyada, həm də ahirətdə.